Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamyashvili keçmiş Rusiyalı güləşçiyə qızıl medal təqdim edərkən onu satqın adlandırıb. Əslən Osetin olan Çermen Vəliyev Bratislavada keçirilən Avropa çempionatında birinci yer tutub. Mixail Mamyashvili güləşçiyə medalını təqdim edərkən aralarında insident yaşanıb. Mixail Mamyashvili baş verənlərlə bağlı danışıb. Stat: Vəliyevi qələbə münasibəti ilə təbrik etdim və uğurlar arzuladım. Bəlkə də o buna görə təəccübləndi, çünki cəmi bir il əvvəl Olimpiyadaya 4 ay qalmış, o bizim komandada idi. Чермен, поздравляю с победой, ты долго шел к своей цели. Milli komanda onu hazırlamışdı. Amma bugün o Albaniya bayrağı altındadır. Çermen kimi insanlar üçün hansı bayraq olmasının nə fərqi var? Bugün Alban, sabah Bolqar, Mixail Mamyashvili bildirib. Максимально используем. Вы видите, что Azərbaycan millisinin məşqçisi Xetak Qazyumov Vəliyevi müdafiə edib və Mamyashviliyə hərəkətinin idmançıya yaraşmadığını deyib. Çermen Vəliyev 1998-ci ildə Şimali Osetiyada doğulub. Vəliyev 2024-cü ilin iyununda Rusiyalı idmançılara qarşı beynəlxalq sanksiyaların tətbiqindən sonra bir çox Rusiyalı idmançı kimi vətəndaşlığını dəyişib. O, Paris Olimpiyadasından əvvəl Alban vətəndaşlığına keçib və bu ölkənin millisində təmsil olunmağa başlayıb.